Azərbaycan Kickboxing Federasiyası rəhbərliyinin göstəriş və dəstəyi əsasında son illər ərzində həm Naxçıvanda, həm də digər bölgələrimizdə fəaliyyət göstərən klublarda idmançıların inkişafı istiqamətində mühüm işlər həyata keçirilmişdir. Məşqçilərin fədakar əməyi, sistemli hazırlıq prosesi və idmançıların əzmkarlığı nəticəsində uzun illərdən sonra tarixi uğura imza atılmışdır. Belə ki, 10 ildən artıq müddətdə Naxçıvan idmançıları Dünya Kuboku yarışlarında kubok qazana bilmədiyi halda bu həsrət sona çatmış və əlamətdar nəticə əldə olunmuşdu. Tarixi uğurun müəllifi isə 71 kiloqram çəki dərəcəsində K1 versiyasında çıxış edən idmançımız Əliyev Uyğur olmuşdur. O yüksək döyüş əzmi nümayiş etdirərək rəqibləri üzərində qələbə qazanmış və Dünya kubokunu Naxçıvana gətirməklə bölgə idman tarixində mühüm nailiyyətə imza atmışdı. Əldə olunan bu uğur Naxçıvan kickboksinginin və ümumilikdə bölgələrdə idmanın inkişafının, düzgün strategiyasının, davamlı zəhmətin və peşəkar yanaşmanın bariz nümunəsidir. Bu nəticə gələcək böyük qələbələrin təməlini təşkil edir. Naxçıvan və bölgələrimizin kickboksingi yeni zəfərlərə doğru inamla irəliləyir.